Bismillah. Bürclərin 18 avqustda ən düz proqnozu və günün ən şanslı və gərgin bürcləri. 18 avqust 2026-cı il bürclərin ən dəqiq gündəlik proqnozu. Qoç, işdə gözlənilməz fürsət yarana bilər. Pul məsələsində tələsmə. Buğa, maddi baxımdan məhsuldar gündür. Köhnə bir məsələ həllini tapa bilər. Əkizlər, xəbər və ya telefon danışığı planlarını dəyişə bilər. Xərsəng, ailə və şəxsi münasibətlər ön plana çıxır. Sakit qalmaq vacibdir. Şir, günün ən şanslılarından. Pul və işdə irəliləyiş ehtimalı yüksəkdir. Qız, sənədlər və maliyyə məsələlərində diqqətli ol. Tərəzi, yeni tanışlıq və ya əməkdaşlıq qapı aça bilər. Əqrəb, gözləmədiyin bir xəbər səni hərəkətə keçirə bilər. Ox atan, riskli qərarlardan uzaq dur. Günün ikinci yarısı daha rahatdır. Oğlaq, işdə nüfuzun arta bilər. Maddi məsələ müsbət istiqamət alır. Dolça, gözlənilməz şans və maraqlı təklif mümkündür. Balıq, emosional gərginlik yarana bilər. Amma günün sonunda vəziyyət düzələcək. Günün ən şanslı 3 bürcü Şir, Buğa, Dolça. Günün ən gərgin 3 bürcü Əqrəb, Qız, Ox atan. Pul baxımından ən güclü Buğa və Şir. Sevgi baxımından ən şanslı Tərəzi və Şir. Ən diqqətli olmalı Əqrəb.